İnsan öz ağrısını tanımağı bilməlidir. Yəni bir var ki, travmanın verdiyi ağrı, hadisənin verdiyi ağrı, tükənmişlik hissi, yorğunluq, yüklənmək. Bir də var ki, siz hansısa bir hədəf qoymusunuz. O hədəfə gedən yolda daxili müqavimətləriniz var. Bunun verdiyi ağrı. Məsələn, həftədə 3 dəfə idman eləmək istəyirsiniz, amma həmin gün gəlib çatanda daxili bir ağrı baş qaldırır. Buna biz müqavimət deyirik. İnsan öz müqavimətini tanımalıdır. Hətta bədəndə hansı hissəyə gəlir onu bilməlidir. Yəni bildiyimiz zaman idarə edə bilirik çünki. Və bu zaman güclü insanla yarı yolda buraxan insan fərqi olur ki, o ağrısına rəğmən davam edir. Yəni o demək deyil ki, uğurlu insanın, güclü insanın bu yolu keçərkən heç bir ağrısı, stressi, yorğunluğu, bezginliyi olmur, amma o bu yükü, mental yükü aşa bilir. Çünki sonunda nəyə çatacağını bilir və motivasiyası son nöqtədir, ağrı deyil. Siz 2000 metrlik bir dağı qalxmaq istəyirsiniz. Yolda əlbəttə ki, qarşınıza daşlar çıxacaq, əngəl çıxacaq. Amma həqiqətən də bu sizin üçün çox vacibdirsə ki, o dağın zirvəsinə qalxacağam, o əngəli aşma gücü də o zaman gəlir və əngəli, ağrını, o an çətin gələn nədirsə, onu daha rahat tolerə edə bilirsiniz. Psixoloji daha güclüsüz çünki. Ağrının içindən keçmək olduqca önəmlidir həyatda. Nə qədər biz ağrıdan qaçacağıq, yanından keçəcəyik, qırağından keçəcəyik, ona məruz qalmayacaqsa, o gücü də qazana bilməyəcəyik. Yəni bir əzələnin şişməsi üçün belə ona normadan daha ağır bir yük qoymalıyıq ki, o daha qabarıq olsun və biz daha sağlam olaq. İnsanın iradəsinin sınanması lazımdır. İnsanın daxili gücünün sınanması lazımdır. Bəs həyatımızda niyə bu qədər hadisələr baş verir? Baş verir ki, biz daxili əzələlərimizi, yəni mental əzələlərimizi yüksəldə bilək, şişirdə bilək. Amma biz bir çətinliyə düşəndə sızlayırıq, ağlayırıq və buraxırıq. Məsələn, idmanda olan disiplin, sağlam qidada olan disiplin ona görə bizə lazımdır ki, biz həyatda çətinliklə qarşılaşanda da bu cür davrana bilək. Ağrının içindən keçməyi bacaraq. Ağrını görüb qaçmayaq.